A, B, C, D ədədləri uyğun olaraq 0, 0, yəni A olacaq 0, 0, B olacaq, deyir 0, 1, C olacaq 10, D olacaq 11 ədədləri ilə kodlaşdırılıb. Nə deyir? Deyir, ikili kodlaşdırılıb. Özü deyir də bizə. İkili kodlaşdırılıb. Bəli. Sonra deyir ki, B, A, C, D ədədləri birlikdə yazılır. Yəni B, A, Sıfır, C, D ədədləri birlikdə yazılır və kodlaşdırılır. 16-lıqda göstər bunu. Bunun yerinə nə yazacağım? Öz qiyməti, ədədi qiymətlərini 0, 1, 0, 0, A-nın yerinə nə yazacağım? 0, 0, 0, C-nin yerinə yazacağım 10, 10, D-nin yerinə 11. yazacağım 11. Yenə baxırıq. 16-lıqda deyir kodlaşdır. Bu ikilikdə kodlaşdırılıb. 16-lıqda kodlaşdırmağım üçün nə etməliyəm? 16-lıqda kodlaşdırmağım üçün 16 özü 2 üstü 4-ə bərabərdir deyə mən ikilik say sistemində olan ədədləri sağdan başlayıram, 4-4 ayırıram. Bura qədər aydındır. Baxın, 1, 2, 3, 4. Bax, buradan dayandım. Buradan burada 4 dənədir. İndi deyəcəksiniz, ay müəllim, necə mən bunu tapım? Baxın, mənə deyir ki, biri belədir. Biri də uşaqlar 4-4 ayırdıq. 4-4 ayırandan sonra ən rahat yolunu deyirəm sizə. Üstündə yazacağım 2 üstü 0, 2 üstü 1, 2 üstü 2, 2 üstü 3. Burada yenə yazacağım 2 üstü 0, 2 üstü 1, 2 üstü 2, 2 üstü 3. Buraya qədər aydındır? Bəli. Bəli, müəllimə. İndi bunu nə yazacağım? Bax, bunu nə yazacağım? 0 vur olsun, 2 üstü 3, üstəcə. 1 vur olsun, 2 üstü 2, üstəcəl. 0 vur olsun, 2 üstü 1, üstəcəl. 0 vur olsun, 2 üstü 0. Bilirsiniz bu hardan gəldi? Bax, bu 0'ı vurdum, bunun qüvvəti, buna, 2 üstü 3'ə. Bildiniz? O sıfırlarda mənim üçün 0 olduğu üçün 2 üstü 1, 2 üstü 2, 4 olur. Aysa, bax, burada 0 olacaq, burada da 0 olacaq, burada da 0 olacaq. Bu oldu 4. Keçirəm indi buna. Bunu da eyni qayda ilə 1 vur olsun 2'nin kubu, üstəcəl, 0 vur olsun 2'nin kvadratı, üstəcəl, 1 vur olsun 2 üstü 1, üstəcəl, 1 vur olsun 2 üstü 0. Bu da mənə nə verəcək? Verəcək 11, düzdür? Axı 11 16'lıq say sistemində nəyə bərabər olacaq? B-yə. Birləşəndə olur 4B. İndeksində də 16. Aydın oldu? Bəli. Ən qısa yolu, yəni rahat yolu. Başqa? Uşaqlar, mən əlavə dərs videoları atacağım sizə. Çünki görürəm ki, siz elə tənbəllik eləyirsiniz. Çox az, yəni sürətiniz çox azdır ya, çox aşağı sürətlə gedirsiniz. Əlavə videolar atacağım sizə. O videolara mütləq baxın. Çünki onun elə bir hissəsindən sizə sual verəcəm. Yəni, vay uşağın halına ki, mənə onu cavab verməsin. Və sizə deyirəm. Konkret, ciddi şəkildə deyirəm sizə. O video dərslərə baxarsınız, ondan sonra mən sınaq atacağım sizə, sınağı işləyərsiniz. Say sistemləri sınağını işləmişsiniz, 20 sınaqdan. Yarısını bəli işləmiş. Yarısını nə deməkdir? Tam qutarın. 30 sualdır da, nə olan şeydir ki, onu saxlamısan? Mütləq onu işləyin. Bu gecə onu işləyin, mənə atın onun cavablarını. Eşitdiniz? Bir də ki, müəllimə, bir dənə 47-yə baxanda 4-lük say sistemi deyir. Birinci sualda bizə deyir 229 x bir dəqiqə yazım qoy. 229 indeksində x hansı say sistemində olduğu bizə məlum deyil. 13 indeksində 8-lik say sistemində bu bərabərdir 1435-lik say sistemindədir. Deyir bu x-i 4-lük say sistemində yazın. X-i 4-lük say sistemində yazın. Yaxşı. Bunu necə yazarıq? Əvvəlcə mən bilməliyəm ki, bu hansı say sistemidir. Sonra baxmalıyam ki, həmin bu ədəd 4-lükdə neçəyə bərabərdir. Aldığım bu say sistemini deyir 4-lükdə yaz uşaqlar. Belə bir şeydir. Yəni deyir x-i tap, ondan sonra x-i 4-lükdə ifadə elə. Baxaq.
Bunun üçün biz keçən həftə sizlə hesablayanda dedik ki, onluğa çeviririk hər birini. 0, 1, 2, 0, 1, 0, 1, 2, 3. Bunu mütləq eləməliyik. Olacaq belə, 2 vur olsun x-in kvadratı, üzərinə gəl, 2 vur olsun x üstü 1, üzərinə gəl, 9 vur olsun x üstü 0. Buraya qədər aydındır? Bəli. Üstə Bəli, gəl, 1 müəllim. vur olsun 8 üstü 1, üstə gəl 3 vur olsun 8 üstü 0, bərabərdir. Yenə yazacağım, 1 vur olsun 5-in kubu, üstə gəl 4 vur olsun 5-in kvadratı, üstə gəl 3 vur olsun 5 üstü 1, üstə gəl 0 vur olsun 5 üstü 0. İndi bunu kalkulyatorla təcili mənim üçün hesablayın. Bu tərəf olacaq 2x-in kvadratı, üzərinə gəl 2, üzərinə gəl. Bu nədir? Burada çaşmışam, bunu 1 yazmalıyam. 2x üzərinə gəl 9, üzərinə gəl 8 plus 3 bərabərdir. 5-in kubu 125 eləyir. Üstə gəl 4 dəfə 25-in 100 eləyir. Üstə gəl 3 dəfə 5-in 15 eləyir. Plus 0. Deməli, bu hissə nəyə bərabərdir? 140. 240. 240 bərabərdir. Yaxşı, 2x kvadratı üstə gəl 2x. Buradan bura cəm olacaq neçə? 20 düzdür. 240 da gələcək bura olacaq çıxılsın. 220 bərabərdir 0. Diskriminantı tapacağıq. Hər tərəfi 2-yə bölə bilərəm. X kvadratı üzərinə gəl x çıxılsın. Hər tərəfi 2-yə bölsəm olacaq 110 bərabər 0. D bərabər olacaq 1 üstə gəl 4AC. 4 dəfə 110 neçə eləyir? 440. Belə olmur? 4 dəfə 110. Bəli, müəllimə. Yox, 4 dəfə 110 məndiniz. 4 dəfə 110 neçə eləyir? 440 eləyir də. 4 dəfə 110. Bəli, 440. Burada nəyəsə çaşmışam deyəsən, nəyəsə baxaraq. 441 nəyin köküdür? Nəyin kökü? Aha. Uşaqlar, bunu bir dənə yaxınlaşdırın. Bu 13 altılıqda verib, yoxsa mən 8-likdə səhv gördüm. 8'lik. Ha, 8-i verib, düz verim. 100 yazmışıq da. Hı. Dəqiqə. Uzun oldu ya müəllim bu. Yox, uzun oldu deyil. Elə bunun həlli budur da. Neyini? Hər şey qısa olsun elə. 229, 13, 1430 düz yazmışam. 2x-in kvadratı düzdür. 2x düzdür. 9 da düzdür. Aha. Burada nə qaldı? 8. Üstə gəl. 3. Oraya qədər düz yazmışıq. 5-in kubu nədir? 125 eləmir. Bəli. 5'in Üstə kubu. gəl. Hələ bir də hesabla. 5'in kubu. 125 edir də. Üstə gəl 100, üstə gəl Bəli, 125. 15. Aha, 240 düz yazmışıq. Düz yazmışıq. Buradan 9 ilə 8, 17, o da 3, 20. 20-dən çıxacam 240 olacaq. Mənfi 240. Mənfi 220 daha doğrusu. 2-yə bölsəm nə olacaq? X kvadratı plus 2x çıxılsın 220 bərabərdir 0. Diskriminantı olacaq 441. B kvadratı plus 4AC. 441-də nə çıxır kök? 441'de deyirəm. 9 Ən çox nə müəllim. yaza bilərəm? Bir dəqiqə, ən belə rahat necə yaza bilərəm bilirsiniz? Ən rahatı başqa cür deyir bunun. Müəllim mən kök çıxmağı alışmışam. Baxın, bu biraz uzun dərə oldu. 21 mən. 441'de 21 0. 21 çıxır. Bəli. Yazaq da qoy. Bunu yazaq. Axırda asan yolunu da deyəcəm sizə. Sonra necə olacaq? X1 bərabərdir. Mənfi B. Yəni mənfi 1 üstə gəl 21 bölünsün 2. 2-də 20, yəni onluqdadır. Deməli, say sistemi əsası onluq say sistemidir. X 10-a bərabərdir. X 10-a bərabərdirsə, bu kompüter uje gedir. X 10-a bərabərdirsə, dörtlükdə deyir göstərin bunu. Onu dörtlükdə göstərmək üçün necə göstərəcəm? 4'lüye necə çevirir diye. Böləcəm də 4-ə. Hə, 4'e. 2 dəfə 4-ün 8, 2, 22. 22 cavabı var. Bəli müəllimə. B. Var mı?
Asan yolu necə idi mənim? Asant yolun indi başqa yolu. Əslində əsl yolu budur ya uşaqlar. Cavabı düz almışıq. Bir dənə baxın, hesab səhv eləməmişik. Kitabdakı cavabla düz almışıq. Bəli, düzdür. Hə, bunu tez yazın. Bunu ya təzədən o biri yoldan kəşf eləyək. Təzə bir yol kəşf eləyək. Görək nə yaza bilərik ki, bu daha rahat olsun. 1435-likdədir. Əslində başqa yolu biz necə yaza bilərik ki, bunu? Başqa yol məncə alınmaz. Yoxlaya bilərik ancaq. Tutaq ki, bunu onluqda göstərsək əgər, mən baxacağam ki, həqiqətənmi bundan bunu çıxanda mənə bunu verir. Baxaq, onluğa çevirsəm 13, 8-i, onluğa çevirsəm nə olacaq? 1 vur 8 üstü 1 üstə gəl 3 vur olsun 8 üstü 0. Düzdür uşaqlar? Bu olacaq 8 ilə 3-ün cəmi olacaq 11. Elədir. Bəli. İndi bu da belə 1430 5-likdən 10-luğa çevirəcəm. 0, 1, 2, 3. Gələcəm burada alacağım 200 neçə aldım bayaq? 40. 10-luqda 240 aldım. İndi mən baxıram ki, əgər mən bu x-i 10-luqda təsəvvür eləsəm, heç təsəvvür eləməsəm belə, heç buna baxmıram. Bəli. Buradan 229x-i tənlik kimi də tapsam nə olacaq? 1430-dan çıxmalıyam 13-ü, düzdür? Bəli. Belə olmur. Bəli. İndi mən 1430-u mən 10-luğa çevirmişəm, 240 almışam. 13-ü də 10-luğa çevirmişəm, 11 almışam. 240-dan 11 çıxanda neçə eləyir? 140 çıxanda. 229 eləyir də. Bəli. Demək ki, bu elə onluq say sistemində olub. Başa düşdünüz? Bəli, müəllimə. Heç başa düşmədiniz. Yalandan bəli deməyin. Yox, müəllimə. Başlasın. Təzdən deyirəm, qulaq asın. Bəli. Təzdən deyirəm. Mən bilirəm ki, siz bunu anlamadınız. Mənim 13-də 8-i 10-luqda göstərir. Birinci. Kompüter nəsə mənim bugün incidir. Nə oldu mənim? Ekran getdi. Hə, gəldi. Bir baxım o sual hardadır. Hə. Hə. Deməli, deyirəm yenə. Burada 229 var ha. 229. Elə bilin ki, fərz eləyin ki, bu x-dir. X. X-dir. Deyirəm ki, toplanan cəm. Məchul toplananı tapmaq üçün nə edirdik? 1430-dan Cəmdən məlum çıxardım. toplananı çıxırdıq. 1430-dan çıxacam 13 8-likdə verilmiş 13 ədədini. Düzdür? Bəli. İndi mən baxıram. Mən bunları ayrı-ayrı say sistemlərində olduğuna görə mən bunu çıxa bilmərəm də. Mütləq onluğa gətirməliyəm mən bunları. Bəli. Onluğa gətirsəm daha rahat olar. Yaxşı, 1430-u onluğa gətirsəm necə yazırdım? Bayaqki kimi 0, 1, 2, 3 nömrəliyirdim və vuranda alacam ki 240-dır bu onluğa gətirəndə. Çıxılsın 13 8-likdəki verilən 13 ədədində onluğa gətirəndə 11 eləyir. Hesablayanda görürsüz də özünüz. O da eləyir 229. İndi normal onluqda çıxma elə riyaziyyatın çıxmasıdır da uşaqlar. Rəqəmləri bir-birindən çıxırıq ha. Biz elə onluqda çıxırıq da onları. 240-dan 11 çıxanda neçə eləyir? 229 eləmir. Bəli. 229 onluqda. Demək ki, elə mənim x-im də elə 229 vermişdi də. İndeksində x vermişdi. Deməli, indeksi nə olmalıymış? 10. 10 olmalıymış. Aydındır buraya qədər. Bəli. Bu məni incidir bugün. Nəsə problemim var. Bu incidir. Donur müəllimə. Donmur. Uşaqlarda olub. Elə bir onun ekranı nəsə yağlı eliblər. Nə eliblər bilmirəm. Sürüşür elə. Ekran sürüşmə, ayətini çirklənmə də olursa, həmin düzət olur. Sürüşlənib də aləmi qatıblar bir-birinə. Spirit həmin olmaz. Nəsə bu gün məni incidir bu. Yox. Dəqiqə. Tabi deyil də mənə bu. Nəsə donur. Donmaya başlayan aktivləşdirməmişsiniz kompüteri.
Əslində təzə yeniləmə vermişdim. Baxaq. Görsən, məsələn, əlavə deyil bu. Hə, indi düzəlir. Bu, mən buradan çıxım, təzədən girim buna. Hə, aydın oldu bayaqki yazdığım. Bəli. Yaza Bəli, bildiniz bəli. onu. Hə? Bəli. İndi mən 10 almışdım ha. X bərabər 10 almışdım ha. Mənə deyib dörtlükdə göstər. Dörtlükdə göstərməyin üçün hələ 10-u böləcəm 4-ə. 2 dəfə 4-ün 8, 2 qalacaq və sondan başlayacağım əvvələ doğru 22 dörtlükdə. Belə olacaq cavabım. Cavab oldu B variantı. Aydındır. Necə? Daha asan demiş. Daha asan yolunu demək istəmirəm də sizə o qədər, yəni. Çünki ola bilsin ki, sual ətraflı sual düşəcək. Onu, yəni konkret asan yazmaq sizə bir bal verməyəcək. Ona görə hər yolunu öyrətmək istəyirəm sizə. Müəllim, indi biz bu yolla yazsaq bal verməyəcəklər bizə. Bu yolla məsələn qapalı sualı rahat yazıb, hə, cavabını yazarsan bal verəcək. Amma ətraflı sual kimi yazanda biraz tam bal verməyəcək də sənə. Hə. Sonra nə oldu? Deyin. Sonra Deyin. 1 saat olub, zaur dərsdəyik. Bəli, artıq bir saat olub. Çünki o biri dərsə gecikəcəm, ona görə 5 dəqiqə də biz vaxtımızı sərf eləyək. bir dənə də mənim var. Dostu. Niyə belə? Hansı idi, deyin. İmam 50-də gəlmişəm. Hə. Dostu. Cavab çıxmır. 1, 191 onluqda verilib, 8-i sayı sistemindən, 35-i isə 2 sayı sistemindən ifadə edilir. 191 onluqda verilib, 8-likdə göstərilib, 35 də onluqda verilib, deyir, 2-likdə göstərin. Tənliyini belə qururuq biz. Onluqdan 8-liyə keçmək üçün, onluqdan 2-liyə keçmək üçün, bayaq da dedim sizə, bax bunu necə eləyirik? 191 deyil, 191-i mən 8-in kvadratları kimi yazacağım, 8-in qüvvəti kimi yazacağım. Yəni, onluqdan nəyəsə keçəndə biz onun qüvvəti kimi yazarıq. 191 özü 8-in 64 yazacağım. 191-dən zar, kalkulyator var yanında. Bu dəqiqə bəli. 191-dən 64 çıx. 191-dən 64 çıxın. Aha. Müəllim 8-i 127. 60 sıra bir-birinə vuran. Neçə? 127. 127. 127 özü yazacağım elə. Aha, əla. 127-ni də 64 çıx. 127 60'a çıxın. 63. 63-dən 32 çıx. 63'ten çıxır 32'ni. 31. 31-dən də Bura deyim müəllim. bilmədiniz nədir. Bax, gördünüz. Deməli, necə eləyirik uşaqlar? Bax, sizə ikilikdə izah edirəm, 8-liyi özünüz indi yazarsınız. 35 özü 2 üstü neçəyə bərabərdir? Mən konkret yol deyirəm. Bax, bunu bölə də bilərəm. Bölə də bilərəm. Amma bölməyib qüvvət kimi yaza da bilərəm. 35-i yazacağam 30. 2 üstəgəl 2 üstəgəl 1 yaza bilərəm. Olar müəllim. 35-i parçaladım. 32 nədir? 2 üstü 5 deməkdir. Düzdür? Üstəgəl 2 üstü 1 deməkdir 2. 1 özü də olacaq 2 üstü 0. Aydındır bura? Bəli. 1 vurulsun 2 üstü 0 olmaz. Elə nə olsun? Eyni şeydə 2 üstü 0 elə 1 deməkdir də. Olar, niyə olmur? 2 üstü 5. Yəni mən buradan bayaqki kimi deyirəm. 5, 4, 3, 2, 1, 0 kimi yazıram. 5'im var, yazacağım 1. 4'üm var, yoxdur, yazacağım 0. 3'üm var, yoxdur, yazacağım 0. 2'm var, xeyr. 0 yazacağım. 1'im var, bəli, bax, var. Yazacağım 1. 0'ım var, bəli, 0'ım da var. Yazacağım 1. Bu oldu belə. İkiliyə çevirəndə belə olur. Həqiqətən də mən 35'i bölsəm 2'yə 16 burada olacaq. Daha doğrusu 17 olacaq.
17, 34. Burada 1 qalacaq. 17-ni böləcəm 2-yə. 8 dəfə 16 olacaq. Yenə 1 qalacaq. 8-i böləcəm 2-yə. 4 dəfə 2, 8. 0 qalacaq. 4-ü böləcəm 2-yə. 2 dəfə 2, 4. 0 qalacaq. 2-ni də 2-yə böləcəm. 1 dəfə 2, 2. 0 qalacaq. Mən sondan başlayıb əvvələ doğru gələndə olacaq. 1, 0, 0, 0, 1, 1. Gördünüz, bunu verdi mənə. Bəli, müəllimə. Bax, rahat yolu yazdım siz üçün. İndi bu- bu cavab yoxdur. Necə yəni yoxdur? Təzə çıxır. Ha, 191-də, 8-yə çevirməmişəm. Elə burada cavab ya bu olacaq, ya da bu olacaq da, belə çıxır. İndi baxaram. 8-liyə çevirmək üçün 191-də parçalayacağım 8-in qüvvəti kimi. 64 üstə gəl. 64. Sonra nə olacaq? Ay Zaur, hesabla tez-tez mənə denən. 128, 191-dən 128-i çıx. 32. 191, 128, 63. 63, hə? 63-ü necə yazacağam? 63-ü yazacağam belə. Deməli, 8 dəfə 7, 56 eləyir. Bəli. Yazacağam 7 vurulsun 8, yəni 56. Bəli. Üstə gəl, 63 eləməyim üçün 7 yazacağam. Yaza bilərəm. Bəli, müəllimə. 56-ın üstə 7 Bəli, gələndə bəli, 63 bəli, eləmir. Bəli, 63 Hə, edirəm. indi mən bunu parçalayıram. Baxın, burada indi düzəldəcəm siz üçün necə yazıram. Biraz bilirsiniz, sizi qınamıram. Çünki ilk dəfədir belə şeylər görürsünüz. Siz üçün qəribə gələr, amma işləyə-işləyə öyrənirik də biz bunu. Heç kim, yəni əvvəldən alim olmayıb, heç kim əvvəldən hər şeyi bilməyib. Bunu gətirirəm, burada yazıram. 64, üstə gəl 64, üstə gəl 56, üstə gəl 7. Mən burada neynədim? 191-i parçaladım. 64 olur 8-in kvadratı. Üstə gəl 8-in kvadratı. Yaza bilərəm də? Bəli. Bəli. Üstə gəl 8 vurulsun 7. Üstə gəl 7 vurulsun 8 üstü 0. Bax, bunu elə 8 üstü 1 vurulsun 7 kimi yazaram. 8-in kvadratında neçə dənə var burada? 2 dənə. 2 dənə. Yazaram 2 vurulsun 8-in kvadratı. Üstə gəl. 7 vurulsun 8 üstü 1. Üstə gəl 7 vurulsun 8 üstü 0. Buraya qədər aydındır. Bəli. Bax, bu 7-ni yazdım ha. 7 vur 8 üstü 0. 8 üstü 0 onsuz da 1 verir də mənə. Bəli. Baxın, yenə də Baxın. ən böyük qüvvətimiz 2-dir. 1-dir, 0-dır. 2, 1, 0. Aşağı doğru gedirəm. 2-nin 2'm var, düzdür? Bəli, 1 yazarıq. Bax, bu 2'm var, 1 yazmırıq uşaqlar. Nə üçün 1 yazmır? Çünki bunun qarşısında 2 var da elə. 1'i 2'yə vuranda 2'yə Ha. eləyir. 2, Bax, bu 1'in qarşısında Bir. nə var? 7. 7. Bu 0'ın Burada- qarşısında nə var? 0 7. olar. Evet, 7. Normalda 1 yazırdıq da. Qarşısında heç nə olmayanda 1 yazırdıq. Amma indi var da. İndi 7 var. Başa düşdünüz? Bəli, müəllimə. Şükürlər. Dəqiq anladınız. Bəli, bəli. Zaur anladın? Bəli. Yalan deməyin ha mənə. Bax, izah istəyirsinizsə bir dəfə də izah eləyərəm sizə. Eyvallah. Bir də ki, müəllimə, 20 sınaq var. Aha. O linkin qrupa atın da. Məndə mesajlar öz-özünə silinir WhatsApp-da. Hə. Qrupdakilər qalır demişə. Qrupa atın onu. Yaxşı, qrupa atacağam. Bir də uşaqlar say sistemlərlə bağlı başqa video izahlar atacağam sizə ki, tam bunu həkk eləyəsiniz beyninizdə. Çünki həftədə 2 dəfə olur informatika. Mən istəyirəm sürətli atım sizə ki, dərsləri öyrənəsiniz. Amma atdığım videolara elə-belə baxaram, söhbəti yoxdur ya. Konkret oturursunuz, baxırsınız, qeydlərinizi aparırsınız, bir dəftər qoyursunuz yanınızda. Oradakı olan sualların izahını verəndə birinci sualı özünüz işləyin, videonu dayandırın. Sonra baxın, görün, işlədiyiniz cavabla, aldığınız cavabla oradakı izah bir-birini tamamlayırmı? Tamamlanmırsa həllərin izahlarına baxın. Başa düşdünüz? Bəli, mənə.